Salam, hər vaxtınız xeyir olsun. Bəli, elə sizin də vurğuladığınız kimi son günlərdə ani mesajlaşma tətbiqlərində, eyni zamanda müxtəlif sosial şəbəkələrdə, ünvanlarında, hesablarında insanlara anidən saxta iş təklifləri göndərilir və bunu aldanan insanlar da kiber hücumların qurbanına çevrilir. Ümumiyyətlə, son dövrlərdə dövr müasirləşdikcə müxtəlif üsullardan daha çox istifadə edir kiber cinayətkarlar və bu baxımdan da insanlar bir növ təhlükə altında qalmış olur. Ümumiyyətlə, bu məqamlardan sadallanan təhlükəli anlardan insanlar nə cür qorunmalıdır və saxtanı realdan necə ayırd etmək mümkündür? Bununla bağlı qonağım elə innovasiyalar üzrə mütəxəssis Bəxtiyar Həsənovdan informasiyaları əldə edəcəyik. Xoş gördük. Buyurun, təfərrüatları sizdən eşidək. Əslində detallar ondan ibarətdir ki, insanlara gələn iş təkliflərini onlar detallı bir şəkildə araşdırmırlar. Məsələn, müxtəlif sizlərin Telegram adreslərinə, WhatsApp adreslərinə işlə bağlı təkliflər gələ bilər. Bu yaşanan bir haldır. Lakin siz ilk növbədə araşdırmalısınız ki, sizə qarşı tərəfdən gələn mesaj həqiqi bir korporativdən gəlibmi və yaxud da digər qarşı tərəfin həqiqi bir sosial media ünvanı varmı? Ən qısa formada araşdıraraq siz özünüzü müəyyən təhdidlərdən qorumuş ola bilərsiniz. Və digər bir tərəfdən əslində onlayn iş elanları nə qədər onlayn da görünsə, müəyyən bir korporativ tərəfindən rəsmi bir şəkildə sizə təklif olunmalıdır. Məsələn, sizə hər hansısa bir şübhəli olduğunu gördüyünüz link göndərilibsə və yaxud da hər hansısa bir sizi təhdid edə biləcəyinizi düşündüyünüz bir mesaj almısınızsa və yaxud da mesajda qəribə anomaliyaları, məsələn, müəyyən bir iş elanında görməməli olduğunuz sualları və yaxud da mesajları görürsünüzsə, bu böyük bir ehtimalla sizə qarşı ola biləcək hər hansısa bir kiber təhdid və yaxud da sizə belə deyək, aldatma faktı ola bilər. Ona görə ehtiyatlı olmaq lazımdır və qarşı tərəfi mütləq bir şəkildə reallığını araşdırın. Nə cür araşdırmaq lazımdır? Saxtanı realda nə cür ayırd edilə bilər? Yəni, hansı məqamlara xüsusilə diqqət yetirmək lazımdır? Əksər hallarda qeyd edildiyim kimi, korporativ əgər həqiqi bir müstəvidə fəaliyyət göstərirsə, rahat bir şəkildə siz onun sosial media ünvanlarını tapa bilərsiniz. Və ya digər tərəfdən Google-da kiçik bir axtarış etməklə həmin şirkət haqqında da ətraflı məlumat tapmaq olar ki, peşəkar səviyyədə fəaliyyət göstərən şirkətlərin açıq müəyyən məlumatları internetdə göstərilir. Və digər bir tərəfdən də siz əgər hər hansı bir onlayn iş axtarışındasınızsa, sizə gələn mesajlar yox, şirkətlərin müxtəlif öz, belə deyək, iş axtarma platformalarında verdiyi onlayn elanlara baxa bilərsiniz ki, məhz o elanlarda da siz rəsmi bir işlə qarşılaşmış olacaqsınız. Lakin əksər hallarda sizə gələn iş təklifləri və xüsusilə bu ənənəvi messengerlər üzərindəndirsə, əksər hallarda şübhəli hallardan qarşılaşmış olacaqsınız. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bir daha xatırladım ki, elə məhz bu məsələ ilə bağlı elektron təhlükəsizlik xidməti də insanlara xəbərdarlıq ünvanlayıb. Təbii ki, son dövrlərdə daha yayğın olduğunu nəzərə alsaq, insanlar elə sadalanan məqamlara xüsusilə diqqət yetirməlidirlər ki, həm hesablarından pul çıxılmasın, eyni zamanda kiber cinayətkarların qurbanına çevrilməsinlər və elə mütləq şəkildə gələn təklifdən öncə mütləq şəkildə kiçik də olsa ən azı bir araşdırma edilməlidir ki, bu cür hallar baş verməsin və qarşısı alınmış olsun. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkür edirik Rəqsanə bu vacib informasiyanı bizimlə bölüşdüyünüz üçün.